Allah öz məhəbbətinə vasitə kimi bunlara qərar verir. Çünki bunlar bizim kimi insandır, bizə bunları sevmək asandır. Bu sevgi müqəddimədir, ürəyi paklayır, təmizləyir, mənəmsiliyin son toxumunu ürəyindən çıxardanda Allahın məhəbbəti girir ürəyə. Və demirəm də bunların məhəbbəti çıxır ürəkdən. Xeyr, bunların məhəbbəti ilə vəhdət təşkil edir Allah məhəbbəti. Qarışır bir-birinə. Onda daha şiddətlə sevirsən bunları. Böyle bir məhəbbət deyir ki, çatdırdı, işin gördü, dedi, da məni sevməyə bilərsən, məşuquvu tapdın. Xeyr, Allahı sevəndən sonra da bunlara da məhəbbət daha da şiddətlənir. Bu məhəbbət gərək ürəyə girsin, ürəyi səhmana salsın, təmizləsin ki, həqiqi ilahi eşq qəlbə girsin. İkinci yol kim tanıyırsa gəlsin mənə desin, dünyada hələ ikinci yol tapılmayıb. Quru-quru məktəblər var, deyir. Mən dedim də gözün yaşın cəmaatını silir ki, ağlamaq qadağandır. Bu məktəb deyir, bu baş allatmaq üçün uydurduqları şeylərdir. Hüseyni ağlamaq deyib bidətdir, nəmmən haramdır. Bunlar hamısı boş-boş sözlərdir. Heç bir əsası olmayan sözlərdir. Və onların heç adını mən məktəb, əqidə də qoymaram. O quru bir dəstə adamı, cahil adamı təsirə alan mənasız fikir, söz toplusudur. Onun heç bir əhəmiyyəti yoxdur. Amma doğrudan bir adam Allaha doğru getmək istəyirsə, övliyaları sevməkdən başqa vasitə yoxdur. Çünki onlar Allahın xəlifəsidir. Allah öz sifətlərini bunlara verib. Quran buyurur ki, insanı yaradanda nə dedi? Allah nə buyurdu? İnni cailun fil ardı xəlifə. İnsan Allahın xəlifəsidir. Xəlifə birini təmsil eləyənə deyirlər. Və ən gözəl xəlifəsi Allahın Peyğəmbər və onun əhl-i beytidir. Və bunların içində, mən dayanmadan hamısının üstündən keçirəm, bunların içində ən təsirli məhəbbət İmam Hüseyn əleyhissalamın məhəbbətidir. Söhbət ondan getmir, İmam Hüseyn kimdənsə üstündür, məsələn Peyğəmbərdən. Xeyr, Peyğəmbərdən dərəcə baxımından aşağıdır, bu aydındır. Bizim məzhəbdə 2-2-dir, bunu heç mübahisə eləməyə ehtiyac yoxdur. Peyğəmbər məxluqatın əşrəfidir, ondan üstün insan yoxdur. Bunların da dəyəri ona bağlı olduqlarına görədir. Mənəvi baxımdan bağlı olduqlarına görə. Amma İmam Hüseyn məhəbbətinin bir özəlliyi var. O İmam Hüseynin üstünlüyünə bağlı deyil. Onu mən keçən illərdə də demişəm, məcburam bu ildə təkrarlayam. Deyəm, İmam Hüseyni başqalarından ayıran nədir və niyə 40 gün buna əza saxlayırıq, o birilərə bir gün? Niyə? Niyə ümumiyyətlə belə alınır, orada alınmır? Peyğəmbər İmam Hüseyndən üstündür, amma əzası bir gündür. Heç 40 gün məclis qoyasan alınmır. Həzrət Əli İmam Hüseyndən dillər üstündür dərəcə baxımından. Çünki imamların atasıdır. Ümumiyyətlə Həzrət Əlinin xüsusi məqamı var. Əhyə gecəsi, şəhadət günüdür. 3 gün əza saxlayırıq. Bu məclisi təşkil eləmək mümkün olmur. Xanım Fatimə-i Zəhraya 3 gün, 1 həftə, 10 gün. Bəs bu nədir? Niyə görə bu belədir ki, bunun xüsusi bir əzası ayrılıb bütün hamısından, hərçənd ki, məqam cəhətdən Peyğəmbərdən aşağıdır? Səbəb nədir? Səbəbi keçən illərdə demişdim, yenə deyirəm, icazə versəz bugün də təkrar edeyim. Səbəb budur. Allahı sevən aşiqlərin hər biri, aşiq varsa bir xüsusiyyəti var. Həmişə istəyir ki, eşqi ürəyində gizlətsin, üzə çıxmasın. Aşiq eşqini üzə çıxartmağa imkan vermir. İçəridə yanır. Amma üzə çıxartsın, elan eləsin. Bir adam oturdu, durdu, dedi ki, Allaha aşiqəm, bil ki, yalan danışır. Heç bir aşiq deməyib, mən Allaha aşiqəm. Onu gizlədir. Dil pəhləvanı olan adamlar ki, özünə aşiq adı qoyur, nə adı qoyur, onların çoxu yox, hamısı istisnasız iddialarında yalancıdır, səhv dillər. Ola bilməz. Aşiqlər eşqini gizlətməyə çalışır. Allah bircə dəfə iradə elədi, Adəm yaranandan bu günə qədər. Həzrət Adəmdən bugünkü günə qədər Allah bircə dəfə iradə elədi ki, onu sevən adamın, aşiqin eşqini aşkar eləsin, üzə çıxartsın. İbrahimdə yarımçıq oldu, Həzrət İbrahimdə. Həzrət İbrahimə dedi, oğlu təzə dünyaya gəlmişdi. Dedi ki, apar onu azdır çöldə, xanımı ilə bir yerdə. Heç kəs olmayan, susuz, adamsız bir çöldə İbrahim qoyur xanımını, qayıdır gəlir uşaqla bir yerdə. Eşitmişsiniz də, çox eşitmişsiniz.
Uşaq su istəyir, yanır susundan, ana qaçır dağların arasında, hacılar səy eləyir. Allah qismət eləsin, o iki dağın arasında səy, deyirlər Allah xüsusi rəhməti var o iki dağa. Quranda Allah onların adını çəkir. Hacər qaçır bu iki dağın arasında, su axtarır. Tapa bilmir, axırda bulaq qaynayır, zəmzəm suyu. Eşqi bir həddəcən zahir olub İbrahimin. Axırı su ilə qutarır. Susuz qalmır uşağı. Ki görək susuzluqdan öldü necə. İbrahim buna hazır idi, amma Allah aşkar eləmir. İkinci imtihan deyir, oğlu apar qurban kəs. Bıçağı qoyur, yenə də yarımçıq qalır məsələ. Bir qoz göndərir, deyir bunu qurban kəs, bəsdir. Açmır tam eşqini. Peyğəmbər elə, əleyhissalam elə, 14 məsumun hamısı elə. O eşq Hüseynin qəlbində var, İmam Sadiqin də qəlbində var idi. O eşq İmam Hüseyn ağanın qəlbində var, İmam Səccadın da qəlbində var idi. Amma bircə dəfə Allah Kərbəlada dedi ki, burada istisna olaraq özüm hadisələri elə tənzimləyəcəm ki, bu eşqini gizlədə bilməsin, hamısı üzə çıxsın. Allah imtihan dalıyca göndərdi, hamısından üzü ağ çıxdı və dünyaya sübut elədi ki, aşiq belə olar. Eşqi tam şəkildə aşkar elədi. Rüsvay sözü pis sözdür, deyərlər biri rüsvay oldu. Gəlib burada yaxşı mənada işlədirlər. Deyir, Aşura Hüseynin eşqinin rüsvay olduğu gündür. Allah İmam Hüseynin eşqini rüsva elədi, üzə çıxartdı. Və eşqin də belə xüsusiyyəti var. Üzə çıxdısa, cazibəsi var, cəzb eləyəcək insanları. Ona görə özümüzdən asılı da öbura gəlirik. Namaz qılmayanı da çəkə bilir, yeganə eşqdir. İldə bir dəfə namaz qılmayanlar məscidə gəlir, o da Aşura günündə. Çəkir, gətirir. Eşq üzə çıxdı, belə bir möcüzə yaratdı. Dərəcə məsələsidir, məqam məsələsi deyil. Peyğəmbərin məqamı da öz yerində, Əlinin məqamı da. Burada hadisə başqadır, məsələ başqa şeydədir. Məsələ bundadır ki, Allah bir qurbanlarını vermək üçün şərait yaradır, Hüseyin də verir, da gizlədə bilmir. Çünki verməsi olmaz, Allah özü istəyir. Dalbadal, dünən dedim, axır məqamıdır, can verir, yenə də İmam Həsənin oğlu gəlir, çiyin. Qolu kəsilir, orada da əl çəkmir. Da can verəndə deyərsən qutardı, yox, yenə də rizən bi qəzaik və təslimənlə əmrik. Bununla bitmir. Allah belə iradə edir ki, bunun gözü görə qadınlara hücum eləsinlər. Olardı ki, bir an sonra, 5 dəqiqə sonra əmr versinlər. Canı bədənindəykən görür ki, necə naməhrəmlər Zeynəbin çadırına hücum eləyir. Allah istəyir göstərsin ki, bax, aşiq necə olar. Axır məqamında da, son nəfəsində də, axır sözdə bu olur ki, İlahi, rizən bi qəzaik və təslimən li əmrik. Mən sənə təsliməm. Neynəsən xoşdur mənim üçün. Bu heç bir peyğəmbərə, imama nəsib olmayıb. Allah bunu İmam Hüseyin vasitəsilə üzə çıxartdı. Ona görə İmam Hüseyin əzasını ayırıblar hamısından. Ki buna xüsusi əza saxlayın və heç bunu deməsələr də özü çəkib gətirir insanları. Bunu başa sala bilsiniz, anlaya bilsiniz ki, şükür Allah'a məndən yaxşı anlayırsınız. Yəni, tam mənası ilə bu məsələləri adam dərk eləyə bilmir. Acizdir insan İmam Hüseyni tam başa düşə. İnsan bir çox məsələləri həll olunar. Bu məktəb başdan ayağa hərarət eşq məktəbidir və bu məktəbin özəlliyi bundadır. Ona görə heç kəs bu məktəblə bacarmır. Çünki bu məktəb eşqə əsaslanan bir məktəbdir. Eşq ürəyə girdisə, möcüzələr yaradır. İmam Hüseynin qanı belə möcüzələr yaradır. Saatlarla insanlar, qarlı günlər görmüşəm bu yaşıma qədər. Qar küçədə bayırdan töküb, heç cür insanı küçədə saxlamaq olmaz. Elə bu məsciddə mən görmüşəm insanlar necə qarın içində sinə vurublar. Yağış yağıb sinə vurublar. İstiyə, soyuğa baxmayıblar. Sovet dövrü gəlib, Allah adı qadağan olub, məhərrəm aradan getməyib. Bu Allahın bir möcüzəsidir. Bu eşqin cazibəsidir. Bu məktəbə ruh verən, bu məktəbi yaşadan, qəlblərə hakim eləyən onun eşqə söykənməsidir və Quranın bu ayəsi bizim dəlilimizdir ki, dinin əvəzi Əhl-i Beyti sevməkdir.